Bəzi uşaqlar valideynlərinə belə şikayət edə bilirlər ki, ana, mənim gözümə müxtəlif əşyalar görsənir, gözümün qabağında işıqlar parıldayır, sanki gözümün qabağında hətta müəyyən həndəsi fiqurlar görsənə bilir. Bəzən isə çox qısa müddətli görmənin tamamilə itməsi, gözün qaralması şəklində tutmalar baş verə bilər. Əgər övladınızda, xüsusilə 7-15 yaş arası övladınızda tez-tez bu şikayətləri eşidirsinizsə, bu sizin uşağınızda qastotipli görmə hallüsinasiyaları ilə keçən epilepsiyanın əlaməti ola bilər. Bu epilepsiya da özünü məhdudlaşdıran epilepsiyalardır. Bunun ingiliscə adı self-limited epilepsiyalardır. Yəni bu müəyyən yaşdan sonra, vaxtı tamamlanandan sonra öz-özünə keçən epilepsiyadır. Belə epilepsiyalı olan uşaqlarda heç bir nevroloji qüsur olmur, heç bir nevroloji problem olmur. Uşaqda inkişaf ləngiməsi deyilən və yaxud da hər hansı bir digər nevroloji problem görmürük. Adətən müəyyən bir vaxtlı ərzində bir neçə saniyədən bir neçə dəqiqəyə kimi davam edən bu cür görsəl hallüsinasiya tutmaları olur. Bu tutmalar ən çox miqren auraları ilə qarışıq salına bilər. Bunu diferensiasiya eləmək üçün həmin tutma müddətində uşağın elektroensefalogramma deyilən beyində epilepsiya ocaqlarını təyin edən müayinədən keçirtmək lazım gəlir. Epilepsiya ocaqlarını təyin edirik və spesifik əlamətlər var. Fixation off dediyimiz uşaq EEG müayinə zamanı gözünü yumduqda epilepsiya ocaqlarının həddən çox artmasını gördüyümüz spesifik bir simptomlar da olur. Bunların hamısını toparlayaraq uşağa düzgün epilepsiyanın növünü təyin edə bilirik və bu diaqnozu təyin etdikdən sonra düzgün antiepileptik dərmanlarla uşağınızı bu görsəl hallüsinasiyalardan qurtara bilərik.